şəhidimizi ziyarət etdik. Bu günləri şəhidimizin il dönümüdür. 5 il keçib şəhidimizin ilində. Allah anamıza səbr versin deyirəm. Anamızdan xahiş edək, ağır acı da olsa, bu günləri şəhidimiz barəsində qısaca da olsa bizə düzdür, onun haqqında danışa qutarmaz. Ancaq qısaca olsa da bizə bilmək verir. Oğlum, Aslan hərbi sistemdə 12 il işləyib, 12 il zəhmət var. 7 il yarım oxuyub. Həm liseydə oxuyub, liseydən sonra akademiyada oxuyub. Çox ağır həyat keçdi aslında, çox ağır həyat. Bunun danışmaq həqiqi də mənim üçün çox çətindir, çox ağırdır. Elə bil həmin müddət ərzində onun yaşadığı həyatı elə bil mən onunla bir yerdə yaşamışam, inanmıyorum. Akademiyanın qutanından sonra uşağı Naxçıvana verdilər, 2 il yarım Naxçıvanda işləyib, dağın başında. Aslan postu var idi, orada sürüşt edilib. Oradan sonra dedi ki, ama çox, onsuz da ağır hərbi sistem, istəyirəm ki, xüsusi təyinatlılara gedib. Gəldi, elə bir kursda oldu, 4 ay kursda oldu. 4 ay kursdan qayıdan günü ölsəm də yadımdan çıxmaz. Bir vəziyyətdə gəlmişdi. O sumkaları qapının ağzına qoymuşum ki, yadımdan çıxmasın o sumkalar. 2 də sumka gətirmişdi. Sumkanın biri bəlkə 50 kilo idi, ağır idi. Uşağın barmaqları elə idi ki, elə bilsin ki, psixotropi keçmişdirirlərini, o cür vəziyyət gəlmişdi. Gedəndə dedim ki, bala, xüsusi təyinatlılar çox ağırdır, işmişim ki, orada ilan qurbağa yezdirirlər. Sonra cəhənnəm həftəsi olur, dartırlar, dırnaqlarını çıxadırlar uşaqların. Deyir ki, mama, narahat olma, heç bilməyəcəksin 4 ay hardan gəldi geçdi. Həqiqətən də onun deməyinə baxmayaraq, o 4 ay mənim üçün 4 ilə, bəlkə də 40 ilə bərabər olur, gəldi keçdi. Sonra təzə başlamışdı, 2 il yarım təyinatlılardı işte. Bir qrup komandiri idi, kəşfiyyatçı idi, kəşfiyyat komandiri idi. 5 il keçmişdi işlədiyini. Bu da sevinirdi, deyirdi ki, ama 10 ildən sonra istəyərəm ki, hərbi sisteminə çıxıb. Düzdə nişanlı idi uşaq, 1-2 ay nişanlı. Toyuna hazırlaşmışdı. Belə oldu da şəhid olaraq. Allah cənnətdir. Allah bizi için səbir edirsə. Yəni inanmıram ki, şəhid olur. 5 ildə hələ də gözləyirəm də yox. Yəqin ki, ona qədər də gözləyəcəm. Allah sizə çox səbir versin. Şəhidimizin ana mənəvidir, dəvətnaməsidir. Nikahnaməsi. Nişan üzüydü. Şam nişan üzüydü. 5 şubarmamı savunmuşdu. Bu da qaynınesi Kərbəlada olmuşdu. Xoş deyirdi belə üzükləri. Arzusu var idi Kərbəlaya getsin, qismət olmadı. Ancaq mən şükür şu onun arzusunu yerinə yetirə bildim. Keçən il Kərbəlada oldu. Şükür Allah'ın bölümü. Bizim qardaşın hədiyyəsidir, toya almışdı. Qismət olmadı. Prava almışdı. Dedi ki, məsələn, maşın alacağım, belə dedi, gəlin gətirəndə öz maşını əlində eləyəcəm, kirayə eləyəcəm, özüm gətirəcəm. Fikirləşirim ki, yaxşı maşın sürə bilməyək, bizim avariya zad olar. Amma ki, daha dəhşətliləri gözləyirmiş, belə qismət elədirsə. İnkişafa dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin Salyan rayon təşkilatı, şəhid və qazi ailələr üzrə sədr müavini Rəsmiyə Səmədova və fəal üzvü Müsüleyman Ağalarov bugün şəhidlərimizin anın günündə iştirak etmişdilər. Belə ki, Vətən müharibəsi qəhrəmanı baş leytenant Aslan Əvəzoğlu İsmailov 1993-cü il iyunun 1-də Salyan rayonu Sarvan kəndində anadan olmuşdur. Uşaqlıqdan idmana maraq göstərən Aslan xüsusi təyinatlı qüvvələrin döyüş qrupunda olmuşdur. Atasının sözlərinə görə, torpaqlarımızın işğal altında olması Aslanı daim narahat edirdi.
Belə ki, baş leytenant Aslan İsmailov 44 günlük Vətən müharibəsinin ilk günlərində ön cəbhədə vuruşmuş, bir sıra ərazilərin işğaldan azad olunmasında böyük şücaət göstərmişdir. Füzuli, Hadrut istiqamətlərində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 9 oktyabr tarixində doğulu boya başa çatdığı Sarvan kəndində torpağa tapşırılmışdır. Bugün həmçinin 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Səmədov Elnur Sakit oğlunun da anım günüdür. Səmədov Elnur 1973-cü il sentyabrın 1-də Salyan rayonunda anadan olmuşdur və 1-ci Qarabağ müharibəsində iştirak etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Bizim üçün vətən ürəkdən başlayır, şəhidlik ilə bitir. Allahdan bütün şəhidlərimizə rəhmət dilərik. Hörmətlə Salyan rayon təşkilatı. Azadlık odunda yanan odunuz, köçüb yüreklerde